Qurban Bayramı münasibəti ilə məscidlərdə namaz qılınıb. Hər il olduğu kimi bu ildə bayram namazı üçün səhər saatlarından minlərlə insan məscidlərə üz tutub. Bayram namazı bəzi məscidlərdə saat 8-də, bəzilərində isə 9-da qılınıb. Bugün mən də inşallah bu namazdan sonra gedib öz həyətimdə, evimdə qurbanlıq kəsəcəm. Balalarımı, nəvələrimi başıma yığıb qurbanlığı qeyd eləyəcəm. Hər ildə gəlirəm, özüm də ziyarətdə olmuşam, həcc ziyarətində olmuşam. Hər ildə gəlirəm, qurbanlıq namazında Təzəpir məscidində iştirak edirəm. Allah cəmi namaz qılanların namazını qəbul eləsin, qurban kəsənlərin qurbanını qəbul eləsin. Bu müqəddəs bayram günündə məscidə toplaşanlar arasında azyaşlıları da görmək mümkün idi. Bizim hamımızın gözəl, ən xoşladığı bayramdır. Mən bu bayramda hamıya xoşbəxtlik arzu edirəm. Hamıya can sağlığı arzu edirəm. Və bu bayramda hamı xoşbəxt olmalıdır. Mən bu məscidə gəlmişəm dua eləmək üçün, bu bayramımıza görə namaz qılmaq üçün. Din xadimlərinin sözlərinə görə bu günlərdə imkanı olan hər kəs qurban kəsməlidir. Təbii ki, bayram namazında öncədən Rəbbimizə şükürlər eləyəcəyik, sonra da elimiz üçün, obamız üçün, vətənimiz üçün, torpağımız üçün, xalqımız üçün dualar olunacaq və dualarımızdan da biri bundan ibarətdir ki, inşallah azad olunmuş torpaqlarımızda da artıq demək olar ki, bu mərasimlər keçirilir və oranın bütün şəhərlərində o dağılmış kəndləri ki var ki, hələ ki bina olunmayıb, inşallah onlar da inşa olunandan sonra oralarda da bu gözəl bayram qeyd olunsun. Allah Teala öz xeyrini, bərəkətini bu xalqın üzərindən əsirgəməsin. Qurbanlıq bayramı biz dedikimizdə həcc ziyarəti yadımıza düşür ki, hansı ki hacılarımız ora gedib və xüsusilə də qurban kəsmək mərasimi hacılar üçün vacib olduğu bir məsələdir. Ona görə ki, onlar orada müəyyən əməllər var. O əməlləri tamamlayandan sonra öz ehram libasından çıxmaqdan ötürü qurban kəsməlidirlər. Məkkədən kənarda hansı ki həcc əməlini yerinə yetirməyən insanlar üçün bu əməl savabdır və xüsusilə də dünyanın müxtəlif bölgələrində olduğu kimi bizim Azərbaycanda da bu ənənə çox gözəl şəkildə qeyd olunur. Bayram namazı bütün bölgələr kimi işğaldan azad edilmiş ərazilərdə də qılınıb. Fidan Əsədli, Kamran Mirzəyev, Kəmalə Əlmuradova, Xəzər xəbər.